Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu gün 6 aprel 2025-ci ildə 9-cu sinif buraxılış OTK sınağının izahlarını paylaşmışdım və elə həmin videonun rəyində 10-cu sinifin də izahlarını istədiyiniz üçün Azərbaycan dilinin 10-cu sinif suallarını da paylaşıram. İzaha keçmədən öncə kanala abunə olaraq paylaşılan bu tipli məlumatlardan faydalana bilərsiniz. Eyni zamanda qeyd edeyim ki, bizim əyani abituriyent hazırlıqlarımız da mövcuddur. Ünvanımız Nərimanov metrosunun düz çıxışında yerləşir. Metrodan 1 dəqiqəlik məsafədir. İnşallah növbəti sezon avqust ayından hazırlıqlarımız mövcud olacaq. 055 418 82 02 telefon nömrəsi ilə hazırlıqlarımız haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Yüksək bal toplamaq istəyirsinizsə bizə müraciət edin. Birinci sual. Nümunədəki sözlərin morfoloji təhlillə bağlı yanlış fikir istəyir. Mən oxumuş qızları görmüşəm. Onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur. Əgər bizim qızlar oxusalar, onlardan da gözəl olarlar. Keçmiş zamanda olan feil şəxs şəkilçisi qəbul etməyib. Görmüşəm, müş keçmiş zamandır və əm şəxs sonluğudur. Qəbul edib. Bu səhvdir. Elə A bəndi bunu işləyən şagird doğru yazıb. Tünd qara hərflərlə verilmiş feil şərt şəklindədir. Oxusalar, sa burada şərt şəkildə düzdür. Həm feil, həm də sifətin xüsusiyyətini daşıyan söz. Bu hansı sözdür? Təbii ki, feili sifətdir. Feili sifət burada oxumuş sözüdür. İsmi birləşmənin asıl tərəfidir. Oxumuş qızlar, bəli. Hansı qızlar? Oxumuş asıl tərəfidir, tamamilə doğrudur. Bağlayıcının iki müxtəlif məna növü işlənmişdir. Onların paltarları da, özləri də bu iştirak bağlayıcısıdır. Bir də əgər var, şərt bağlayıcısı. Doğrudur. Təyin əvəzlik mənsubiyyət şəkilçisi qəbul edib. Burada özləri sözü var idi hardasa. Baxın, özləri də. Onların özləri. İ burada mənsubiyyətdir. Yəni doğru fikirdir. Cavab olacaq A bəndi. Hansı mürəkkəb adın tərkibindəki sözlərdən birinin baş hərfi kiçik hərflə yazılmalı idi? Deməli, burada yenə şagird doğru yazıb. Müslüm Maqomeyev adına. Burada A kiçik hərflə olmalı idi. Cavab C variantı. Hansı cümlədəki söz birləşməsinin tərkibində köməkçi nitq hissəsi vardır? Söz birləşməsinin tərkibində. Gəlin əvvəldə söz birləşməsini tapaq, sonra köməkçini. Onun necə göründüyü müəmmalı idi. Nə müəmmalı idi? Onun necə göründüyü. Fikir versin, daha burada mübtədadır. Onun göründüyü bu feili birləşmədir, feili sifət tərkibidir. Və burada köməkçi nitq hissəsi yoxdur. Xəstəliklə bağlı arayış sənə göndərildi. Hansı arayış? Xəstəliklə bağlı. Burada bağlı sözü qoşma kimi işlənib. Xəstəliklə bağlı arayış ismi birləşmədir və onun asıl tərəfidir. Deməli, 2-ni götürəcəm. Vətən üçün canından keçənlər xalqın qəlbində yaşayırlar. Kim? Vətən üçün canından keçənlər. Burada məsdər tərkibi var, tərkibində üçün qoşması var. Yəni köməkçi nitq hissəsi. Deməli, 3-ü də götürmək olar. Gələcək naminə çox çalışacaq. Burada gələcək naminə ifadəsində naminə sözü qoşmadır, amma söz birləşməsi deyil. Ona görə 4-ü götürə bilmərəm. Dayanacaqda tək gözləyən onun uşaqlıq dostu idi. Kim idi? Onun uşaqlıq dostu idi. Burada bir söz birləşməsi var. Kim? Dayanacaqda tək gözləyən. Amma bu nümunənin tərkibində köməkçi yoxdur. Məclisdəkilər onun illərdən bəri heç görmədiyi sinif yoldaşları idi. Kim idi? Deməli, sinif yoldaşları idi. Burada yoxdur köməkçi. Hansı sinif yoldaşları? Onun illərdən bəri heç görmədiyi. Burada illərdən bəri qoşma var, heç ədat var. Yəni, altında götürmək olar. Deməli, 2, 3, 6 düzgün cavabımız olacaq C variantı. Davam edirik növbəti sualdan. Cümlələrin şəxsə görə növləri baxımından işlənmə arıcılığı. Bağı gəzəndə güllərin qoxusundan məst olursan. Kim məst olur? Bu hamıya aiddir. Sən dediyim zaman sırf olaraq sənə aid eləmirəm. Hamı məst olur. Deməli, ümumi şəxsliklə başlayırıq. Burada müəyyəni çıxırıq, müəyyəni çıxırıq. Binanın özünü də təzələmək lazımdır. Lazımdır predikativ sözdür. Hansı ki, suala cavab vermədən xəbər olur. Xəbəri tapandan sonra ondan mübtədanın sualını veririk. Nə lazımdır? Binanın özünü təzələmək. Bir cümlənin tərkibində gələn mübtəda varsa, deməli müəyyən şəxslidir. Qeyri-müəyyəni çıxıram, deməli A getdi, B getdi. Ümumi müəyyən şəxsdə çıxıram, cavab qaldı C variantında. Onlar binaya daxil olanda gec idi. Nə gec idi? Nə deyə bilmirəm. Yəni, nə sualı buna vermək olmur və ya kim sualı vermək olmur. Çünki bu cümləyə mübtəda artırmaq olmur. Yəni, şəxsiz cümlədir. Üçüncü cümləmiz şəxsiz uyğun gəlir. İclas bitəndən sonra gəldilər kim? Onlar. Bu da qeyri-müəyyən şəxs
Bəli, cavab olacaq C bəndi. Tərkibinə görə təhlil baxımından məntiqi ardıcılığı tamamlayan söz. Yaşıllaşdırmaq yaşıl kökdür, laş leksik, dır leksik, maq qrammatik. Yazmaqdan yazı, ondan yazıcı, lar da qrammatik. Qabiliyyətsiz, qabil kök, qabiliyyətsizdir. Hər birində 2 leksik, 1 qrammatik var. Tapşırıqlar sözünün kökü tapşırmaqdır. Tapmaqdan tapşırmaq yaranmaz, yəni burada səhv eləməyin. İq leksik, lar qrammatik, 1 leksik var burada. Çəkisizlik, çəkməkdən çəki, çəkisiz, çəkisizlik. Burada 3 leksik var. Barışdırmaq, barışmaq, dır leksik, maq qrammatik. Burada yenə 1 leksik var. Döyməkdən döyüş, döyüşçülər. 2 leksik, 1 qrammatik. Cavab D variantı. Narahatlıqda na ön şəkilçi leksik, rahat kök, lıq leksik. Burada 2 leksik var, qrammatikdə yoxdur. Cavab D variantı. Hansı cümlədə bağlayıcı ilə amonim olan ədat işlənmişdir? Yəni ədat tapmalıyıq biz. Binanın düz qarşısında heykəl ucaldıldı. Düz burada ədatdır, amma düz bağlayıcısı yoxdur. Axşam düşəndə də meydanda o adamları görmək mümkün idi. Də burada bağlayıcıdır. Bizə ədat lazımdır. O ki baş verənləri dərk edə bilmirdi. O ki burada ədatdır. Ki ədatı ki bağlayıcısı ilə amonimdir. Yəni cavab C variantıdır. Şagird doğru yazıb. Çox bil, ancaq çox danışma. Ancaq burada bağlayıcıdır, bizə ədat lazımdır, ona görə D-ni götürə bilmirəm. Bəli, bu məsələdə onun razılığı olmalıdır. Burada, bəli, ədat deyil. Ədatdır, təsdiq bildirən ədatdır, amma bağlayıcı ilə amonimliyi yoxdur. Ona görə doğru cavabımız C bəndə olacaq. Cümlənin sintaktik təhlil sxemini istəyir. Yük maşınları dərəyə enərək daş, qum, ağac boşaldırdı. Nə edirdi? Boşaldırdı. Nə boşaldırdı? Yük maşınları. Mübtəda və xəbəri tapdıq. Nəyi boşaldırdı? Daşı, bir tamamlıq. Nəyi? Qumu, nəyi? Ağacı. Şagird doğru işləyib. Dərəyə enərək boşaldırdı. Nə tərzdə? Dərəyə enərək. Yəni mübtəda, zərflik, tamamlıq, xəbər tamamilə doğrudur. Həmciz xəbərləri olan cümləni müəyyən edin. Qız gəlinlər qırmızı, yaşıl parçadan paltar geyib, ipək kəlağayı örtmüşdülər. Burada həmcins xəbər yoxdur, bir dənə xəbər var. Qız gəlinlər örtmüşdülər. A səhvdir. Humayun mavi gözləri həmişə kimi parlaq və canlı görünürdü. Nə edirdi? Görünürdü. Nə tərzdə canlı, nə tərzdə parlaq. Burada zəfliyin həmcinsliyi var. Xəbərin yoxdur. Onun təzəcə yuyulmuş ağ üzü səhər açılmış nərgis kimi zərif və təravətli idi. Bax, zərif idi. Necə idi? Zərif idi. Necə idi? Təravətli idi. Sadəcə burada zərifdə idi ixtisar olunub. 2 dənə xəbər və ilə bağlandı, oldu həmcins xəbər. Cavab C variantı. Quşların həyəcanlı səsləri bir-birinə qarışaraq coşqun bir simfoniya yaradırdı. Baxın, şagird deyə götürüb. Burada nə və bağlayıcısı yoxdur, nə virgül yoxdur ki, həmcinslik yarada bilək. Mən yaşamağı sevən, cəmiyyətə xeyir verməkdən qürurlanan zəhmətkeş adamam. Kiməm? Adamam. Kim mən? Bu cümlədə bir mübtəda, bir xəbər var, həmcinslik yoxdur. Cavab C bəndi olacaq. Verilmiş sözün fonetik xüsusiyyətləri əsasında cədvəldə uyğunluğu müəyyən edin. Hansı sözdür burada? Ümidsiz sözü, bəli. Bunun fonetik təhlili olacaq ümidsiz sözü ilə. Hər bir hecası sait və samitlərdən ibarətdir. Hecasını yazıram. Ümidsiz. Birinci heca samitdən ibarət deyil. Deməli, bu samit fikri yanlışdır. Yalnız qapalı saitlər işlənmişdir. I. 2 doğrudur. Kar samit cingiltili qarşılığı kimi tələffüz olunur. Burada D cingiltili samiti kar qarşılığı kimi tələffüz olunur. Kar cingiltili kimi yox. Ona görə səhv fikirdir. 3 cingiltili samit səs işlənmişdir. Deməli, M cingiltilidir. S, T kardır. Z cingiltili. Burada 2 cingiltili, 2 kar var. Doğrudurun altından 2'ni doğru götürdü. Yanlışdırın altından 4 yanlışdır. Bəli. Kar cingiltili samit cütlüyü eyni hecanın tərkibindədir. Ümidsiz hecasında S, Z. Kar cingiltili samit cütlüyüdür. Bu doğru fikirdir. Doğrunun altında yanlışı götürə bilmərəm. Ona görə 5'i götürmərəm. 4 yanlış kimi yanlış, 2 doğru kimi doğrudur. 2-4 cavab D variantı olacaq. 10. Əvəzliyin 2 müxtəlif məna növü işlənmiş nümunə. İstədiyim budur ki, axşama kimi geri qaydası. Burada cəmi bir dənə əvəzlik var. Elə bil ürəyim qırılıb min arşınlıq quyuya düşüb. Burada əvəzlik ümumiyyətlə yoxdur. Elə bil modal sözü var. Mən göydəki ulduzlara necə baxırdımsa ona da elə baxırdım. Burada mən şəxs əvəzli idi. Necə sual əvəzli idi.
elə işarə əvəzliliyi. Yəni əvəzliyin 3 müxtəlif növü işlənib, 2 yox. Ona görə C-ni götürmək olmaz. Səndən əli üzülən sən şəxs əvəzliyidir. Adam necə istirab çəkməsi, necə sual əvəzliyi. Yəni cavab D variantıdır. Musa dayı elə gərək bu dəyirmandan başlayasınız. Elə burada ədatdır. Bu bir dənə əvəzlik var. Ona görə Y-də olmaz. Cavab D bəndi. 11-ci sual mətndən başlayır. Mətni özünüz bilirsiniz. Mətnə əsasən hansı suallara cavab tapmaq mümkündür? Arktika və Antarktidadakı şirin su ehtiyatlarının həcmi nə qədərdir? Burada Arktika və Antarktida haqqında deyir ki, şirin su ehtiyatlarına görə insan yaşayışının az və müvəqqəti olduğu Arktika və Antarktidada isə artıq gizli mübarizələr başlanıb. Amma su ehtiyatının nə qədər olması yazılmayıb. Demək ki, 1 yanlışdır. Su resursları siyasi təzyiq vasitəsi kimi hansı hadisələrdən istifadə edilib? Siyasi təzyiq vasitəsi kimi burada mətndə kifayət qədər ona aid nümunə var. İstər Tacikistan, Özbəkistan kimi məsələlərdə, istər su müharibələri ilə bağlı ilk müharibə Dəzlə Fərat çayında baş verən proseslər, yəni bu fikir doğrudur, cavabı var. Su qıtlığının həlli üçün hansı texnoloji yeniliklər mövcuddur? Burada səmərəli su idarə etməsinin qurulması məsələsi var. Daha sonra bu cümlədə ayrı-ayrı regionlara gərginlik ocaqlarının düzəldilməsi var. Yəni müxtəlif vasitələr var. Arktika və Antarktida su ehtiyatlarıyla bağlı hansı problem var? Bu problem də yenə yoxdur. Doğru cavab olacaq 2 və 3. Cavab Y variantı. 12. Əsas və çərçivədə verilən mətnin üslubu xüsusiyyətləri. Burada deməli su müharibələri mətni publisistik üslubdur. Və onun da danışıq dili, aydınlıq, anlaşıllıqdır, 1 doğrudur. Yəni bunu 1-ə yazmaq olar. Sadəlik, sərbəstlik yanlışdır. Standart formadan istifadə. Bu hissə isə su kimyəvi formulu H2O olan bu elmi üslubdur. Deməli, burada dəqiqlik, ardıcıllıq, məntiqilik var. 4-ü uyğunlaşdırmaq olar. Standart formadan istifadə ikisinə də ortaq deyil. 1, 4. Sözün poetik funksiyası isə burada məcazlıq yoxdur. 1 ilə 4-ü doğru variant kimi götürmək olar. 13. Mətndə əsasən cədvəldə uyğunluğu müəyyən edin. Mətndə bu barədə məlumat var. Deməli, Afrikada su probleminin həlli kimi kiçik su anbarları və göllər yaradılması düşünülür. Afrika haqqında burada qeyd olunur ki, nəhəng güclərin maraqlarını göz ardı etmək olmaz. Amma nə düşünülür, o haqda məlumat yoxdur. Bu səhvdir. Dünyanın insan yaşayışının az və ya müvəqqəti olduğu əraziləri belə su uğrunda mübarizə meydanına çevrilib. Burada deyir ki, az olduğu yerlər haradır? İnsan yaşayışının az və ya müvəqqəti olduğu Arktika və Antarktida isə artıq gizli mübarizələr başlayıb. Bəli, bu mətndə birə-bir var. Mətndə bu barədə məlumat yoxdur. İşğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı uzun illərdən bəri su təminatı çətin olan ərazilərə suyun verilməsi təminatı yaradıb. İşğaldan azad olunmuş bölgələrdə bu haqda mətndə məlumat yoxdur. Elə məlumat yoxdur şərtində 3 doğrudur. 21-ci əsrin birinci yarısında dünya əhalisinin yarıdan çoxu su problemi ilə üzləşəcək. 21-ci əsrin birinci yarısında. Mətndə deyir ki, 2025-ci ildə dünya əhalisinin 66% su problemindən əziyyət çəkəcək. 2025 də 21-ci əsrin ilk yarısıdır, birinci yarısına düşür. Yəni bu tamamilə doğru fikirdir. Mətndə bu barədə məlumat yoxdur şərtində doğru fikir mənə lazım deyil. Deməli, doğru cavablar 2 və 3 olacaq, Y variantı. 14. Mətndə üzərində rəqəm qoyulmuş sözlərin izahı ilə bağlı uyğunsuzluğu müəyyən edin. Demək, burada üzərində rəqəm qoyulmuş sözlərə baxaq. Bir, Sırdərya çayı hövzəsindən. 2, mübahisə sözüdür. Hövzə və mübahisəyə baxaq sırayla. 1, qolları ilə birlikdə çayın əhatə etdiyi sahə, hövzədir. Bu doğrudur. 2. Öz fikrini sübut etməyə çalışanlar arasında başlanan bəhs dəyişmə, bəhs. Baxın, mübahisə. B-h-s, bəhs sözündəndir. Yəni, bu da doğrudur. Sonra 3-cü sözümüzə baxaq. Artıq gizli mübarizələr başlanılıb. 4-də nə deyir?
Mübarizə 4 münaqişə, 5 əməkdaşlıq. Deməli 3 nə idi? Mübarizə, münaqişə. 3 mübarizədir. Bir-birinə zidd ictimai qrupların və sair üstünlüyü hakim mövqe tutmaq uğrunda bir-birlə fəal toqquşması. Bu uyğundur. Münaqişə, çəkişmə, bəhsləşmə, toqquşma, ciddi ixtilaf. Bu da doğrudur. Dövlətlər arasında mütəşəkkil silahlı mübarizə, əməkdaşlıq əlbəttə ki, yanlışdır. Əməkdaşlıq silahlı mübarizə deyil. 5 doğru cavabımızdır. Su ilə təhdid ötən əsrdən fərqli mərhələyə qədəm qoyub cümləsi neçənci abzasın ilk cümləsi ola bilər? Su ilə təhdid ötən əsrdən fərqli mərhələyə qədəm qoyub. Deməli, su ehtiyatlarının azalması milyonlarla insanın köçünə və müharibələrə səbəb olub. Birinci cümləsi deyir ola bilər. Bu cümləyə bura uyğun deyil. Çünki ötən əsrlə bağlı bir məlumat olmalıdır. Burada 2-ci Dünya müharibəsi, Hitlerin su qıtlığı yaratmaq planı. Baxın, burada ötən əsrdən danışır, 1900-cü illərdən danışır və burada da 4-cü abzasda qeyd etmək olar ki, su ilə təhdid ötən əsrdən fərqli olaraq indiki dövrdə fərqlidir. Yəni 4-cü abzas özündən əvvəlki abzasda ötən əsrdən bəhs etdiyinə görə məntiqi ardıcılığa uyğun gəlir. Ona görə cavabımız olacaq 4. Mətndə qarşısında işarə qoyulmuş sözün kontekstə uyğun qarşılığını istəyir. Demək, burada hansı ifadə idi? O sabitlik sözüdür. Siyasi sabitlik var idi orada. İndi tapmadım. Siyasi sabitlik ilə şagird də burada yazıb. Siyasi sabitlik. Bunu biz qarşılığını yazanda təbii ki, sabitlik kimi şagirdin yazdığı formada yaza bilmərik. Biz burada sabitlik sözünü durğunluqla əvəz eləyə bilərik. 17. Mətn əsasən cədvəli tamamlayın. Müddəası uğrunda mübarizə qədim dövrdə mövcud olub. 2500 il əvvəl Dəzlə və Fərat çaylarını, məsələn, burada faktı şagird doğru yazıb. Yəni, qədim dövrdə mətndə 2500 il əvvəl Dəzlə və Fərat çayı mübahisəsi var idi. Yəni, onu bura qeyd eləməyiniz doğrudur. 18. Mətnin 7-ci abzasına əsasən cədvəli tamamlayın. Problem, su qıtlığı və mənbələri uğrunda mübarizə. Problemin həlli üçün atılacaq addım. Su qıtlığının addımları, beynəlxalq əməkdaşlıq, alternativ su mənbələrinin tapılması. Yenə eynisini birə-bir doğru yazıb şagird. Afərin. Yəni, buna üstəgəl qoymaq olar. Mətnə əsasən cədvəli tamamlayın. Abzasın məzmununu ümumiləşdirən plan məndir. Mərkəzi Asiya ölkələrində su problemi. Mərkəzi Asiya dediyi zaman bu Tacikistan, Özbəkistan bu dövlətlərdən söhbət gedir. Baxın, bu hissəyə Özbəkistan, Tacikistan, Qırğızstan bunlar Mərkəzi Asiya ölkələridir. Bu da 4-cü abzasdır. Yəni, biz bu hissəyə yazacağıq 4-cü abzas. Haradadır bu? Və burada şagird 2 yazıb. Yanlışdır. Bura biz yazarıq 4. Sonra 6-cı abzasda deyir ki, ümumiləşdirən plan bəndi Ermənistan-Azərbaycan münaqişəsi yazmaq olar elə. Bu ilk cümlə kifayət idi. 20. Mətndə tünd qara hərflərlə verilmiş cümlədə uyğun düzəliş yalnız qüsurlu məqamdır. Etməklə cümləni yenidən yazın. Deməli, cümləyə baxaq. Artıq bu məsələ ayrı-ayrı regionlara da gərginlik ocaqları düzəldib yox, gərginlik ocaqları yaradıb. Düzəldib elə yaradıbla əvəz eləsəz kifayət eləyər. Ayrı-ayrı məqamlarda gərginlik mövqeyi. Ya şagird burada yanlış eləyib. Növbəti mətn 21-ci sual. Mətnə əsasən klasteri tamamlayan fikirlər. Üzeyir Hacıbayev bəstəkardır, xeyirxahdır, aktyordur, Ariyev facidir, əməyə sayğı göstərə biləndir. Bəli, 1-4 doğru cavab B variantı. Mətnə əsasən cədvələ uyğunluğu dəqiqdir. Məhəllə operası dərnəyinin artistləri Üzeyir bəyin gələcəyini əvvəlcədən bilirdilər. Bəli, bilirdilər. Çünki orada bir cümlə var ki, deyir, gözləyirdilər. Deməli, görək haradaydı? İfadəni tapaq. Üzeyir bəyin gəlmə məsələsi. Hə, onlar bir nəfərin gəlişini intizarla gözləyirdilər. Yəni, gələcəyini bilirdilər. Doğrudur bu. Üzeyir Hacıbəyov məhəllə opera dərnəyinin keçirildiyi evdə qalırdı. Harada yaşadığı haqqında dəqiq məlumat yoxdur. Ona görə 2-ni götürə bilmirəm. Ehtimaldır, deyir. Opera teatr üçün biletləri Əhməd almışdı. Yox, bileti Əhməd almamışdı. Üzeyir bəy özü hədiyyə eləmişdi, çağırmışdı. Heç kim almamışdı bileti. Ona görə 3 yanlışdır. Əhməd həmin günün səhəri Üzeyir Hacıbəyovun evində qonaq oldu. Bəli, bu ehtimal ola bilər. 4 doğru fikir kimi götürülə bilər. Yəni 1 və 4.
düzgün cavab olacaq. Burada D variantı. Çünki burada deyir ki, ən sonda o deyir ki, sabah bizə gələrsən, sənə bir də qulaq asaram. Burada qeyd olunub sabah gələrsən. Amma getdiyi qeyd olunmuyub, yəni bu da ehtimal ki, gedib. Mətndə üzərində rəqəm qoyulmuş sözlərlə bağlı cədvəldə uyğunluq. Üzərində rəqəm yazılmış sözlər həyat balaca və yeniyetmə uşaqlarla dolu idi ifadəsində. Dolu burada həqiqi mənadadır. Sözün mətndəkindən fərqli mənada işləndiyi nümunə. Şux səslərlə dolu, bəli bu da məcazdır. 1 uyğundur. İkinci ifadəyə baxaq. Köhnə sözdür ikinci. Köhnə kəndli libası, yəni köhnə libas. Burada həqiqi mənada işlənib. Mətndə amma məcazi yazılıb, deməli 2 səhvdir. Üçüncü nümunəmizə baxırıq. Libasa, libas burada həqiqi mənada işlənib. Doğrudur bu. Dərələr, təpələr bozumtul bir libas giyinib. Bu da məcazdır. Yəni 3 uyğun gəlir. Dördüncü sözümüzə baxırıq. Dördüncü sözümüz görək hardadır? Misrası ilə başlanan. Bu misra həqiqi mənada olan bir sözdür. Qəzəldə 2 misra dedi. Bu da həqiqidir. 4 uyğun gəlmir. Deməli 1 ilə 3 düzgün cavabı ilə A variantıdır. Mətnə əsasən boşluqların yerinə yazıla biləcək cümlələrin ardıcıllığını müəyyən edin. Görək boşluqlar hardadır? Opera dərnəyinə məhəllə artistlərinin həmyaşıdı Əhməd başçılıq edirdi. Əhmədlə bağlı bir cümlə yazmalıyıq. Qıraqları kəsilmiş biletləri Əhmədə verdi, olmaz. Bir qadə olaraq bütün əsərlərdə o baş rolu özü oynayırdı. Bəli, Əhməd başlayırdı. Deməli, Əhməd baş rol idi. Üzeyir Hacıbəyev içəri girdi və bizə tamaşa etməyə başladı. Sonra onun ardıcıllığında nə deyirik? Gülümsəyərək əlini xırdaca bığın üstünə gəzdirdi. Aha, Üzeyirdən danışırıq. Deməli, 3 ardıcıllığı davam eləyəcək. Sonuncuyu görək harda yazıblar. Sonuncu cümləni. Hə. Qadın cibindən bir yığın bilet çıxardı, bizi sayıb içəri buraxdı. Onun davamında 1 gəlməlidir. Qıraqları kəsilmiş biletləri Əhmədə verdi, uyğun gəlir. Deməli 2 3 1 ardıcıllıq olacaq A variantı. Mətnə əsasən məlum deyil. Opera teatrında canlandırılan əsər məlumdur. Məhəllə opera dərnəyinə başçılıq edən şəxs məlumdur. Əhməd. Üzeyir Hacıbəyev Əhmədi evinə dəvət etməsinin səbəbi səsinin yaxşı olması, aktyorların tamaşanı yarımçıq kəsməyinin səbəbi Üzeyir Hacıbəyovun özü gəlməsi, hadisələri nəql edən şəxsin kimliyi, aha bu məlum deyil. 26. Mətnə əsasən cədvəli tamamlayın. Nəticə Əhməd hədsiz sevindi. Nə səbəbə sevindi? Üzeyir Hacıbəyev Əhmədi evinə ifasını yenidən oxumağa dəvət etdi. Şagird doğru yazıb. Afərin. 27. Mətnə əsasən cədvəli tamamlayın. Fikir. Əhməd təvazökarlıq edir. Əsaslandırma nəyə görə təvazökarlıq eləyir? Üzeyir Hacıbəyev ondan soruşanda ki, tamaşanı kim hazırlayıb? Əhməd dinmir. Şagird də eynisini yazıb. Hacıbəyev tamaşanı kimin göstərmək, kimin öyrətdiyini soruşanda hər kəs Əhmədə sarı dönəndə Əhməd dönmədi. Bəli, mətndəki cümləni birəbir yazmaq olar əsaslandırma kimi. Şagird bunun da doğru işləyib. Mətnə əsasən cədvəli tamamlayın. Fikir. Məhəllə artistləri resursların məhdudluğuna baxmayaraq tamaşaya yaradıcı yanaşmışlar. Bəli, yaradıcı yanaşmaq nə deməkdir? Yəni özlərindən libaslar gətirmişdilər, xüsusi qılınclar hazırlamışdılar. Yəni mətnin o hissələrində olan fikirləri qeyd eləmək olar. Yəni həm ciddi yanaşdıqlarını göstərir, həm də qeyri-adi fikir qoyduqlarını göstərir. Burada baxın. Köhnə kəndli libası, əllərinə taxtadan, kabab işindən düzəlmiş qılınc, kartondan kəsilmiş. Baxın, bu hissələri qeyd eləmək olardı. Şagirdin yazdığı da həmin faktlara nümunə ola bilər. Bəli. 29. Tünd qara hərflərlə verilmiş cümlənin mətnin səciyyəvi üslubu xüsusiyyətlərinə uyğun formada tamamlayın. Mətin bədii üslubdadır. Bunu eşidəndə hamımız sevindik. İndi sevinməyi biz məcazi mənada yazmalıyıq. Sevincdən, hamımızın sevincdən ayaqlarımız yerdən kəsildi. Sevincdən qanadlandıq. Bunu eşidən hamımız sevincdən qanadlandıq. Bəli, bu uyğun gəlir. Bunu eşidən hamımız sevincimizdən göylərə uçurduq. Yəni məcazi mənada müxtəlif ifadələr yazmaq olar. Mətndə qarşısına işarə qoyulmuş sözə əsasən cədvəli tamamlayın. Qarşısına işarə qoyulmuş. Üçbucaq işarəsi var. Operanın 3-cü pərdəsindən. Deməli, sözün mətndəki funksiyası, deməli, bu funksiya olacaq terminoloji funksiyadır. Çünki bu aiddir
Həmin pərdə bir var, bizim asdığımız pərdə, evdən asılan pərdə. Bu informativ bir funksiyadır, bildiyimiz pərdə. Orada isə tamaşanın pərdəsindən gedir. Bu terminoloji hesab olunur. Şagird burada bədii yazıb səhvdir. Terminoloji funksiya yazırsınız bura. Sözün mətndəkindən fərqli funksiyası informativ funksiya yazmaq olar bura. Yəni bura terminoloji, bu tərəfə yazırıq informativ. Sözün mətndəki fərqli funksiyada işlədilməsi. Yəni informativ funksiyada bir cümlədə işlədirsən. Məsələn, pərdəni asdıq. Səliqəli yazım. Asdıq tipində yazmaq olar. Videonun sonuna gəldik. Kanala abunə olub videoları bəyənib paylaşmağı unutmayın. Sağ olun.